Salam, hər vaxtınız xeyir. Bu günləri mən sizə morfemikanın incəliklərini izah edəcəm. Yəni söz yaradıcılığının incəliklərini izah edəcəm. Bu incəliklər sizdə istər imtahanlarda olsun, istər sınaqlarda olsun, sözləri kök və şəkilçiyə ayırarkən çox yardımcı vasitə kimi köməyinizə yetişəcəkdir. Məsələn, deyirəm ki, mən abituriyentlər bunu daha çox səhv edirlər. Məsələn, d üstəgəl mənsubiyyəti götürək, üstəgəl mənsubiyyət. Məsələn, deyirəm ki, bunu nümunələr üzərində izah edəcəm bunu ki, siz daha yaxşı başa şəkildə bunu başa düşə biləsiniz. Məsələn, sənin oxuduğun. Oxuduğun. Belə deyirəm. Bunu belə şəklində kök və şəkilçi ayırlar birlikdə gedəcək. Niyə görə? Çünki adından da göründüyü kimi d üstəgəl mənsubiyyət şəkilçisi fiili sifət şəkilçisi. Yəni fiildən fiili sifət düzəldən şəkilçisidir. Ona görə də bu birlikdə şəkilçisi kimi gedəcəkdir. Amma bəzi şagirdlər bunu d üstəgəl mənsubiyyəti d ayrı, ıq ayrı, mənsubiyyət ayrı götürürlər. Bu yanlış variantdır. Belə eləməyin ki, testlərdə qarışmayasınız. Cavabınız səhv çıxmasın. Daha sonra şagirdlər bunu qarışdırırlar. Mas şəkilçisi. Məsələn, buna nümunə olaraq deyirəm ki, bu ayrılıqda, bu da ayrılıqda gedəcəkdir. Məsələn, deyirəm ki, yazmıram. Yazmaram. Bunu ayırsam indi am şəklində. Baxın, burada am, ar, a var. Bir iki dənə saat yanaşı gəlir. Düşür yazmar. Yazmaram halına. Daha sonra r düşür z halına. Yazmazam halına. Ona görə də r z-yə keçdiyinə görə maz şəkilçisi yaranır bundan. Daha sonra mır şəkilçisi var bizdə. Mır şəkilçisi bu şəkildə təhlil olunur. Yazmır məsələn. Yazmır. Bunu açıqlasaq, kök və şəkilçi hissələrini açıqlasaq belə halına düşəcək. Yaz. Belə halına düşəcək. Bu yanaşı gəldiyinə görə bu düşür və yazmır şəklinə düşür. Kök. Qrammatik şəkilçi, bu da qrammatik şəkilçi kimi. Daha sonra şagirdlərin qarışdırdığı digər bir məqam var ki, bunlar laş və lan və laş şəkilçilərdir. Lan və laş şəkilçiləri iki cür təhlil olunur. Biri la üstündə 2 n kimi və yaxud da ki lan kimi təhlil oluna bilər. Ya bəzi anlarda lan şəkilçisi la-nı kimi və yaxud da ki lan kimi tələffüz oluna bilər. Laş şəkilçisi də bəzi anlarda la üstü 2 üstəgəl ş şəkilçisi kimi, yəni ayrılıqda leksik şəkilçilər kimi götürülə bilər. Bəzi hallarda isə laş ümumilikdə şəkilçi kimi götürə bilər. Bu nə zaman ola bilər? Əgər belə olarsa söz la üstəgəl ş və yaxud da ki la üstü 2 üstəgəl n şəklinə düşərsə, o zaman düşə bilər ki, o ayrılan hissənin ayrıca bir mənası verilsin. Məsələn, deyirəm ki, mən vidalaşdı sözünü nümunə kimi götürürəm. Vidalaşdı. Vida sözün köküdür, düzdürmü? Vidalamaq sözü olmadığına görə mən burada bu laş birlikdə leksik şəkilçi kimi gedəcəkdir. D-dəki qrammatik şəkilçi. Yox, əgər mən salamlaşmaq sözünü desəm, salamlaşmaq sözünü desəm, salam sözün köküdür. Salamlayıram ki, salamlaşırıq da biz. La ayrıca bir məna verdiyinə görə, müstəqil məna verdiyinə görə, ona görə də la ayrıca gedəcəkdir. Ş-dəki yeni məna düzəldir. Məqdəki belə. Ümid edirəm ki, bu şəkilçiləri sizin üçün bir fayda verə bildim və ümid edirəm ki, bu videonun izahını başa düşdünüz. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.